Azərbaycan şou biznesinin tanınmış simalarından olan Şəbnəm Tovuzlu doğum günü ilə bağlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. İfaçı rəngarəng verilişində qonaq olarkən ad günü gecəsində toplanan pulların məbləğini açıqlayıb. Müğənninin sözlərinə görə doğum günü məclisində ümumilikdə 173 min manat pul yığılıb. O bildirib ki, ad günü gecəsinin təşkilinə isə təxminən 60 min manat xərc çəkib. Şəbnəm Tovuzlu qeyd edib ki, gecədə ən çox pul yazdıran şəxs 10 min manat verib. Maraqlı məbəm isə odur ki, bu şəxs sənət aləmindən olmayıb. Müğənninin sözlərinə görə sənət dostları adətən 2-3 min manat civarında pul yazdırıblar. İfaçı xüsusilə vurğulayıb ki, ən çox məbləğ yazdıran tanınmış sənətçilər arasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimova da olub. Bununla yanaşı Şəbnəm Tovuzlu açıqlamasında daha bir maraqlı detalı da gizlətməyib. O, hazırda 1 milyon manata villa tikdirdiyini bildirib. Bu açıqlamalar sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilər arasında birmənalı qarşılanmayıb. Sizcə, bir doğum günündə bu qədər pul yığılması normaldırmı? Şou biznesdə bu məbləğlər artıq adiləşib, yoxsa bu açıqlama şişirdilib? Fikirlərinizi mütləq şərhlərdə yazın. Xəbərlərdən geri qalmamaq üçün kanala abunə olun. Videonu bəyənin və paylaşmağı unutmayın. Xəbərdən xəbərə ən maraqlı xəbərlər bizdə.